اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم افتح لي فيه أبواب الجنان وأغلق عني فيه أبواب النيران ووفقني فيه لتلاوة القرآن يا منزل السكينة في قلوب المؤمنين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا Muhammed ve alihi teyyibin tahirin. Salam, xoş gördük sizləri, dəyərli mümin bacı qardaşlarım. Allah təbarək və təala tutduğunuz orucları, ibadət, itaətləri Allah qəbul etsin. Mübarək Ramazan ayının 20-ci gününün duası və onun şərhi. Allahumma iftah li fihi abwabal cinan və əğliq anni fihi abwaban niran. İlk əvvəl istəyimiz bugünkü gündə Allah Taala'dan istəyimiz, diləyimiz budur ki, ey mənim Allahım, bugünkü gündə cənnətin qapılarını mənim üçün açıq et. Cənnət qapılarını mənim üzümə aç və cəhənnəm qapılarını mənim üzümə bağla. Həzrət Peyğəmbər əleyhissalamın məşhur Şəbaniyyə xutbəsindən ki, hər dəfə siz dəyərli möminlərin xidmətinə səsləndiririk ki, bu məşhur xutbə ki, Peyğəmbər əleyhissalam Şəban ayının axırıncı cüməsində müjdə veribdir mübarək Ramazan ayının gəlişini. Həmən xutbədə belə bir sözdə Peyğəmbər əkrəm buyurubdur. İnnə əbvabəl cinan müfəttəhətun fi hazəş-şəhr. Ey insanlar, bilin, cənnətin qapıları bu ayda, Ramazan ayında açıqdır sizin üzərinizə. Və əbvabən niran müğəlləqətun. Amma cəhənnəmin qapıları məğluq, yəni bağlıdır. Dəyərli bacı qardaşlarım, qapılar deyəndə qapı, yəni Allah, cənnətin qapıları mənim üçün açıq et. Qapıdan məqsəd, murad nədir? Yəni, aya bizim zənn etdiyimiz, bizim düşündüyümüz ki, o adi qapılar, xeyr, yəni maddi qapılar deyil, bəlkə məqsəd mənəvi qapılardan gedir. Allah mənəviyyat qapılarını mənim üzərimə açqinan, mənim üzümə açqinan. Nəinki bizim düşündüyümüz, gördüyümüz ki, evlərdə, binalarda və s. ki, irili xırdalı o qapılar ki, açılıb bağlanır. Məqsəd o qapılardan getmir. Məqsəd, yəni o layiqli əməllər, cənnətə daxil olma səbəbləri, əsbab lidduxuli iləl cənnət, cənnətə daxil olmaq üçün səbəblər ki var, əbvabdan, qapılardan məqsəd odur. Həzrət Peyğəmbər əleyhissalam buyurubdur ki, İnnə lil cənnə babən, cənnətin bir qapısı var. Cənnətin çoxlu qapıları var. Cənnətin bir qapısı da var ki, yud'a rəyyan. O qapıya rəyyan qapısı deyilər. La yədxulu minhu illəs saimun. O qapıdan yalnız və yalnız oruç tutanlar daxil olarlar. Və yaxud Əmirul Müminin Həzrət Əli əleyhissalatu vesselam buyurubdur ki, İnnəl cihad babun min əbvabil cənnə. Ey insanlar, ki Allah yolunda cihad, ki vuruşmaq, Allah yolunda cihad etmək cənnətin qapılarından biridir. Bəli, məqsəd mənəvi qapıdan gedir. Məsələn, cihad, bəli, Allah bugünkü gündə cənnət qapıları mənim üzümə açqına, yəni mənəviyyat qapılarını, o səbəblər ki var, cənnətə daxil olmaqdan ötəri, cənnət ələ gətirməkdən ötəri Allah o səbəbləri, o əməlləri mənə nəsib etkinən. Və əğliq ənni fihi əbvabən niran. Allah cəhənnəmin qapılarını mənim üzərimə bağla. Belə ki, Qur'an-ı Kərimdə və innə cəhənnəmə ləməv'iduhum əcməin ləhə səb'ətü əbvab.
cəhənnəm əhlindən Allah söz açanda Allah Teala buyurur, o kafirlər, zalimlər, üsyankarlar, tuğyan edənlər ki var, onlara vədə verilən cəhənnəm var. Cəhənnəm də onların vədəgahı, onların hamısına. Və o cəhənnəmin 7 qapısı var. İmam Baqir əleyhissalatu vesselam buyurur ki, Allah cəhənnəmi 7 dərəkdən ibarət Allah yaradıbdır ki, hərəsinin öz adı var. Məsələn ki, cəhim cəhənnəmi var, səqər var, hansı ki, Qur'an-ı Kərimdə bunların adı keçir. Ya hutəmə var, Veylun likulli huməzətin luməzə, Huməzə surəsində və ma ədrakə məl hutəmə. Hutəmə nədir Peyğəmbər? Cəhənnəmin dərəklərindən, adlarından biridir. Haviyə var. Əma ədrakə mahiyə narun hamiyə. Yandırıcı bir odu olan, dəhşətli bir odu olan ki, bəli haviyə, bəli səir var. Və 7-si də ki, elə cəhənnəm adlanan Qur'an-ı Kərimdə də bir neçə yerdə adı keçən. Bəli, Allah bugünkü gündə cəhənnəmin bütün qapılarını mənim üzərimə bağla ilə. وَوَفِّقْنِ فِيهِ لِتِلَاوَةِ الْقُرْآنِ Ya munziləs səkinəti fi qulubil mu'minin. Duanın ardında oxuyuruq və Allahdan istəyirik. Mənim Allahım, bugünkü gündə məni müvəffəq et Qur'an-ı Kərimi tilavət etməyə, sənin kitabını, Qur'anı oxumağa. Qur'an tilavət eləmək ən üstün ibadətlərdəndir. Tilavətül Qur'an, Qur'an oxumaq əfsəl ibadətdir. İmam Sadiq əleyhissalatu vesselam buyurubdur ki, bir cavan, bir gənc Qur'an oxuyarsa, Qur'anla oturdur eləyib, Qur'an oxuyarsa, Qur'an onun ətinə, sümüyünə, qanına qarışar. Ey mömin bəndələrin qəlbinə aramlıq nazil eləyən, aramlıq gətirən, vüqar, aramlıq, sakinlik bəxş eləyən Allah ki, Qur'an oxumağı, Qur'an tilavət eləməyi bizlərə nəsib etkinə. Bəli, insanların, möminlərin qəlbinə aramlıq gətirən Allahdır. Allah Qur'an-ı Kərimdə buyurur, Əla bi zikrillahi tətməinnul qulub. Ey insanlar, agah olun, bilin, qəlblər yalnız və yalnız Allahın zikri ilə aram olar. Başqa heç bir şeydən. Allahın zikri ilə qəlblər tam aram olar. Allahın zikri deyəndə, bəli, ilk əvvəl Allahı xatırlamaq, zikir yəni xatırlamaq, Allahın adlarını dilə gətirib Allahdan kömək istəmək, Allaha sığınmaq, ixlasla Allahın adını çəkmək, dualar etmək və o zikirdən ən ali zikir, bu ayədən ki, ən ali məqsəd budur ki, zikirlə əla bi zikri Muhammedin sallallahu aleyhi və ali tətməinnul qulub. Nəyə görə? Çünki Peyğəmbər əleyhissalamın adlarından biri Qur'an-ı Kərimdə zikirdir. Ki, Allah Teala buyurur ki, biz sizə göndərdik zikri. Rəsulən yətlu aleykum ayat. Ki, Peyğəmbər ki, o Peyğəmbər sizə Allahın ayələrini oxuyur, sizləri pak eləyir. Peyğəmbər əleyhissalamın adlarından biri də Qur'an-ı Kərimdə zikirdir. Bəs Allah ki buyurur, Əla bi zikrillahi tətməinnul qulub, yəni əla bi zikri Muhammedin, əla bi zikri Resulillah sallallahu aleyhi və aleyh tətməinnul qulub. Muhammed və ali Muhammed ki, Allahın salamı olsun onlara, qəlblər onları xatırlamaqla, onları düşünməklə qəlblər aram olar. Allah qəlblərimizi aram qəlblərdən qərar versin, dualarımızı qəbul etsin. Allah Teala bu ayda, bu gündə cənnət qapıların üzümüzə açsın, cəhənnəm qapıların üzümüzə bağlasın. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.